Görürük uşaqlar, bura az, 1-2 damcı fenol fatalen əlavə edəcəm. Çəhrayı Fenol fatalen nə rəngli olur? Çəhrayı. Baxın, azca bura fenol fatalen əlavə edirəm. Görürsünüz rəngi dəyişməyini? Çəhrayı rəngi olur. Bu bir daha nə ispat edir? Ki, burada qələmi mühit var. Mən bura əlavə edirəm məhlulu. Diqqətlə baxın. Elədik və biraz gözləyək. Gördünüz, mən bura turşu əlavə elədim, amma neytrallaşma getmədi. Çünki çəhrayı rəng qalır. Niyə? Çünki biz millini çox götürdük. Əsasın götürdük daha çox, amma turşunu götürdük daha az. Ona görə neytrallaşma tam getmədi. Neytrallaşmanın getməsi üçün götürülən turşu və əsasın həcmi məhlulun həcmidir. Onu da. Görürsünüz, rəng itir. Rəng niyə itdi uşaqlar? Çünki biz onu neytrallaşdırdıq. Turşu ilə əsasın həcmləri uyğun olduğuna görə, bəli, artıq bizim rəngimiz itdi. Neytrallaşma reaksiyasını apardı.